Salam, əziz və dəyərli şagirdlər. 9-cu sinif buraxılış imtahanında istifadə olunmuş test tapşırıqlarının həllinə baxacağıq. Vaxt itirmədən keçək sualların həllinə. Birinci tapşırıqda baxırıq ki, deyir 2 ardıcıl tək natür ədədin cəmi 68 olarsa, bu ədədlərdən kiçiyini tapaq. Biz əvvəlcə tək natür ədədin ümumi formulunu bilməliyik. Bu 2n çıxılsın 1-dir. Və burada 2 dənə ardıcıl natür ədəddən söhbət edir. 2 ardıcıl tək natür ədəddən. Məsələn, 2 dənə ardıcıl tək ədəd fikirləşirəm. 5, 7 və yaxud da 11, 13. Bunlar hər birisi bir-birinə nə qədər fərqlənir? 2 vahid fərqlənirlər də, düzdürmü? İndi biz birinci natural ədədimizi 2n çıxılsın 1 götürsək, növbətini də tapmaq üçün 2n çıxılsın 1-in üzərinə 2 gəlməliyik. Bu deyəcək 2n üstə gəlinsin 1. Və bizə deyir ki, bu cəm 68-ə bərabərdir. O zaman mən 2n çıxılsın 1 ilə 2n üstə gəlib 1-i toplayaram, bərabər eləyərəm 68-ə. Burada birlər israf gedir. 4n bərabərdir 68, n də bərabərdir 17 tapmış olarıq. Və bizdən kiçiyin soruşduğuna görə bu ədədlərin gətirib n-in qiymətini yerində yazaram. O zaman 2-ni 17-yə vuranda 34, bir də çıxanda eləyəcək 33. Demək, ən kiçiyi 33-dür. Doğru cavab variantımız olur C variantı. İkinci suala baxırıq. İkinci sualda göründüyü kimi bizə sistem tənlif verib. Sistem tənliyi yazaq. 2x üstə gəlsin 5y bərabərdir 25. 4x plus 3y bərabərdir 15. Bizdən isə x plus y cəmini soruşur. Burada baxırıq ki, bunu tərəf-tərəfə toplasaq, bizim üçün əlverişli hal olmayacaq. O zaman dəyişənin birini aradan çıxaraq, yəni, məsələn, ya x-i, ya y-i, belə deyək, birinci tənliyin mənfi 2-yə vurub, hər tərəfini ikinci tənliklə toplayaram. Bu zaman gəlin görək birinci tənliyi mənfi 2-yə vuranda nə alınır? Birinci tənliyi mənfi 2-yə vuranda mənfi 4x minus 10y bərabərdir mənfi 50 alınır. Aşağıda da 4x plus 3y bərabərdir 15 var. Və mən hal-hazırda bunları tərəf-tərəfə toplasaq, o zaman nə alınacaq? O zaman x-lər aradan çıxır. Mənfi 7y bərabərdir. Mənfi 35 alarıq. Buradan da y bərabərdir 5 alınır. Sistem tənlikdə belədir ki, biz dəyişənin birinin qiymətini tapmışıqsa, oradakı istənilən bir tənlikdə aparıb y-in qiymətini yerinə yazsaq, x-in qiymətini almış olacaq. Məsələn, ikinci tənlikdə yerinə yazaq, o zaman 4x üstə gəlsin 3 vurulsun 5 bərabərdir 15 alacaq. Buradan da 3 vuraq 5 ilə 15 eləyir. 15 ilə 15 israf olunur. 4x bərabərdir 0, x də bərabər 0 almış oluruq. Bizdən isə x üstə gəlsin y cəmini soruşurdu. X-i 0 aldıq, y-i də almışdıq 5. Bunların da cəmi eləyəcək 5. Doğru cavab variantımız D variantıdır. Üçüncü suala baxırıq. Məktəb olimpiyadasında 200 oğlan və 300 qız iştirak edir. Qızlar bütün şagirdlərin neçə faizini təşkil edir? Biz sualın sonunu diqqətlə oxumalıyıq. Qızlar bütün sinifin və yaxud da bütün iştirakçıların neçə faizini təşkil edir soruşur. Deməli, bir ədəd digərin neçə faizini təşkil edir deyəndə ilk adlandırdığı ədədi kəsr xətt çəkirik, surətə yazırıq və daha sonra isə məxrəcə yazacağıq. Və bizə deyir ki, qızlar bütün iştirakçıların neçə faizini təşkil edir. Baxırıq, 300 nəfər qız var. Bütün iştirakçılar dedikdə həm oğlanları, həm qızları nəzərdə tutur. Cəm olaraq isə 500 nəfər iştirakçı var. Və mən 500-də 300 formasında yazıram. Əgər hansı hissəsini təşkil edir soruşsaydı, cavabımız olacaqdı 5də 100. Lakin neçə faizini təşkil edir soruşur. Ona görə də 5də 3-ü 100-ə vurmalıyıq. Cavabımız olacaq 60%. Olacaq D variantı. Keçək növbəti suala, 4-cü suala baxırıq. Kubun tilini 2 dəfə artıranda həcmi 56 cm kubu qədər artır. Bu kubun tam səthinin sahəsini tapmalıyıq. Biz kubun həcm düsturunu bilməliyik. Həcm düsturu V bərabərdir A kubudur. Bizə deyir ki, kubun tilini 2 dəfə artıranda, bayaqdan A idisə, həcm olmuşdu A kubu. İndi bunun demək tilin 2A götürəcəyik. O zaman V1 ilə işarə eləyək. 2A-nın kubu olacaq, yəni olacaq 8A kubu. Həcm deyir 56 kub santimetr artıb. O zaman biz 8A kubundan çıxmalıyıq A kubunu.
bərabər eləməliyik 56-ya. Buradan da 7A kubu bərabərdir 56. A-nın kubu bərabərdir 8 almış olacaq. Nəyin kubu 8-dir? 2-nin. Demək, tilimiz neçəymiş? 2-ymiş. Bizdən isə tam səthinin sahəsini soruşur. Biz bilirik ki, kubun 6 üzü var və bütün üzləri kvadratdır və bütün üzlərinin sahəsi A kvadratdır. Onda belə çıxır ki, tam səthinin sahəsi 6 dənə A kvadrata bərabər olacaq. Aparıb 2-nin yerinə yazırıq. O halda 6 vurulsun 2-nin kvadratı. Bu da eləyəcək 24. Deməli, kubun tam səthinin sahəsi oldu 24 santimetrin kvadratı. Cavabımız olacaq B variantı. 5-ci sualda bizdən vuruqlara ayırmanı tələb eləyir. Yazırıq sualın şərtini 4bx minus 12b ifadəsini vuruqlara ayırmalıyıq. Burada biz əmsalların əbobunu təyin etməliyik. 4 və 12-nin əbobu 4 olduğundan demək əmsallardan ortaq vuruq kimi 4-ü çıxaracağıq. Dəyişənlərdən isə hər ikisində b var və ona görə b-ni çıxardırıq. 4bx-i, yəni bax bu 4bx-i 4b-yə böldükdə x düşdüyündən birinci vuruğumuz mötərizə daxilində x olacaq. Çıxılsın, yerdə qalır. Demək 12b-ni də 4b-yə böldükdə alınacaq 3. Demək 4b vurulsun x minus 3. Cavabımız olur E variantı. Baxırıq 6-cı suala. Bizə x böyükdür 0, y də kiçikdir 0 şərti daxilində kök altda 75 x kubu y üstü 6 ifadəsini kök hissəsi altından çıxarmağı istəyir. Baxırıq. Deməli, nə eləmək olar burada? 75-i 25 vurulsun 3 yaza bilərik. X kubunu x kvadratı vuraq x yaza bilərik. Həmçinin y üstü 6-nı isə y kubunun kvadratı kimi yazmaq mümkündür. Bərabərdir. Biz bilirik ki, cüt dərəcədən kök altından çıxararkən ifadələri modulda çıxarmaq lazımdır. Yəni, 25-dən nə çıxır? 5 əlbəttə ki, modulda 5 vurulsun. X kvadratdan x çıxacaq. Vurulsun. Y kubunun kvadratındansa y-in kubu çıxacaq modulda. Və vurulsun. Kökün altında nələr qaldı? 3 qalır, x qalır. Yəni, bu şəkildə olacaq. İndi, y-in işarəsi nədir? 0-dan kiçik olduğuna mənfidir. 5 də müsbətdir, x də müsbətdir, y kubu isə mənfidir. 2 müsbəti və bir dənə mənfini bir-birinə vuranda mənfi elədiyinə, deməli, modulumuzun içərisi hal-hazırda mənfidir. Və modulun içərisi mənfi olduqda isə moduldan əksi çıxmalıdır. Yəni, əksi çıxmaq üçün də modul içərisindəki ifadənin qarşısına bir mənfi atırıq. Mənfi 5x y kubu kök altında 3x. Deməli, doğru cavab variantımız olacaq E variantı. Baxırıq 7-ci suala. Y bərabərdir 3x üstə gəlməsin 2 funksiyasının x bərabərdir 2 nöqtəsindəki qiymətini tapın. Ümumiyyətcə funksiyanın x bərabər 2, x bərabər a nöqtəsində qiymətini tapmağı tələb eləyirsə, biz sadəcə x dəyişənin yerinə aparıb verilən qiyməti yazmalıyıq. Yəni, y bərabərdir 3 vurulsun 2, üstə gəlsin 2-ni hesablamaq lazımdır. Bu da eləyəcək 8. Doğru cavabımız olacaq B variantı. Keçirik növbəti 8-ci suala. Radius 28 cm olan çevrənin mərkəzindən 16 cm məsafədəki nöqtədən çevrənin nöqtələrinə qədər olan ən böyük məsafəni tapmalıyıq. Gəlin əvvəlcə bir çevrə çəkək. Daha sonra görək bizə nə deyir. Radius 28 olan çevrənin mərkəzindən 16 cm məsafədəki nöqtədən çevrənin nöqtələrinə qədər olan ən böyük məsafəni tapmalıyıq. Çəkdik bunu. Tutaq ki, bu 16 cm-dir. Ən böyük məsafəni tapmalıyıq. Demək, bizim üçün bu hissə lazımdır ki, bu hissəni birləşdirəndə biz radius və üstə gələ x-in ümumi uzunluğunu tapmış olaq. Mavi xətlə çəkdiyimiz bizim radiusumuzdur. Radiusumuz 28-dir və mərkəzi 16 cm məsafədəki üçün bu məsafə sadəcə 44-ü verəcək bizə. Yəni, şəkil çəkməyə də heç gərək yox idi. Çünki bu məsafə artıq bizdə nəyə bərabərdir? Bu məsafə bizə verib və bu 16-dır.
bu 16-dırsa, əlbəttə ki, məsafəmiz 28-dir və böyük məsafəni desə, onda 16 ilə 28-in cəmini tapmış olacağıq. Bu da eləyəcək 44. Əgər CV ilə ən qısa məsafəsini soruşsaydı, o zaman bu hissəni tapacaqdı. Bu da olacaqdı 12. Bizdən də ən böyük məsafəni soruşur deyə cavabımız olacaq C variantı. Baxırıq 9-cu məsələyə. A və B çoxluqları verilmişdi. Birləşməsinin və kəsişməsinin sayını tapmağı bizdən tələb eləyir. Gəlin məsələni Euler-Venn diaqramlarının köməyi ilə yazaq. Deməli, A və B çoxluğunun hər ikisində olan elementlər hansılardır? -12, daha sonra 4 və 9. Bu bizə A ilə B-nin kəsişməsini verəcək əlbəttə ki. Kəsişməsində demək 3 element var. A-nın özünə qalan elementləri yazaq. A-nın özünə qalan elementlər nələrdir? Deməli, -5 və -2-dir. B-nin özünə qalan elementləri isə yalnız 11-dir. Birləşməni tapanda biz ümumi elementləri, gördüyümüz elementlərin hamısını sayırıq. O zaman A ilə B-nin birləşməsinin nə qədər elementi var? 2-si, 3-ü, 5 dənə, bir dənə də burada 6 dənə. Demək, birləşmənin 6 elementi var. Kəsişmənin nə qədər elementi var? Kəsişmənin də baxırıq ki, cəmi 3 dənə elementi var. Bizdənsə bunların cəmini soruşur. Demək, cavabımız olacaq 9. Baxırıq 10-cu suala. Burada da sadə bir tənliyin həllini istəyir. X üstə gəlsin 0,5 bərabər 0,7. Əvvəlcə X üstə gəlsin 10,5-i adi kəsrə çevirək, olsun 2/1 bərabərdir. 0,7-ni də adi kəsrə çevirəndə olacaq 9/7 və X-i də tapanda 9/7-dən çıxmalıyıq 2/1-i. 9 və 2-nin ortaq məxrəci olacaq 18. Bunun üçün birinci kəsin sürət və məxrəcini 2-yə, ikinci kəsin sürət və məxrəcini 9-a vurmaq lazımdır. Bu halda X bərabərdir 18-də 14 çıxılsın 9. Yəni, X-imiz olacaq 18-də 5-ə bərabər. Aydındır, cavabımız olacaq A variantı. Baxırıq 11-ci suala. Deməli, 11-ci sualda bizim üçün -6-nın kvadratı üstə gəlsin -1-in üzərində 14 plus -4-ün kubu ifadəsinin qiymətini hesablamağı istəyir. Əgər kvadrat sadəcə 6-nın üzərindədirsə və burada mötərizə yoxdursa, hansı ki bizim misalda da yoxdur, belə olduğu təqdirdə kvadrat yalnız 6-ya aiddir. Yəni, bunun mənfi heç bir radiyyatı yoxdur. Ona görə olacaq -36 üstə gəlsin. Baxın, bu halda isə mənfinin də üzərində mötərizəyə alıblar, 14-ü yazıblar. Cüt dərəcədə mənfi ədədin qüvvəti müsbət eləyir. Bunu bilirik. -1-in üzəri 14 ilə müsbət 1 eləyəcək. Üstə gəlsin. -4-ün kubu isə deməli 64 eləyəcək. Demək, cavabımız burada -36 plus 1 çıxılsın 64. Cavabımız olacaq -99. Aydındır müşahidə, doğru cavabımız olacaq B variantı. 12-ci suala baxırıq. 12-ci sualda x kvadratı plus y kvadratı çıxılsın 6x üstə gəlsin 4y minus 12 bərabər 0 şəklində tənlik verilib. Və bu tənliklə verilən çevrənin radiusunu tapmağı bizdən tələb edir. Çevrənin tənliyi ümumi şəkildə x minus x0-ın mötərizə kvadratı üstə gəlsin y minus y0-ın kvadratı bərabərdir r kvadrat şəklindədir. x0, y0 burada çevrənin mərkəzinin koordinatları. R isə əlbəttə ki, həmin çevrənin radiusudur. Gəlin, verilmiş tənliyi bu hala gətirək. Deməli, bu halda minus 6x görürəm burada. X kvadratı minus 6x. X-in əmsalını 2-yə bölərəm və onun kvadratını bura əlavə edib çıxaram. 6-nın yarısı 3 eləyir. 3-ün də kvadratı 9. Bura 9 əlavə edib çıxırıq. Üstə gələnsin. Eyni şəkildə y kvadratı plus 4y görürük burada. Yenə də 4-ü 2-yə bölüb kvadratını əlavə edib çıxarıq. Bu halda bu hissəmiz bizə x çıxılsın 3-ün mötərizə kvadratını verəcək. Üstə gələnsin.
Bu 3 ədədimiz isə bizə y plus 2-nin mötərizə kvadratını verir. Yerdə qalan hədləri isə toplayaq və bərabərliyin sağ tərəfinə keçirdirik. Hər üçü mənfidir. Toplayıb qarşısına mənfisini yazmalıydıq sol tərəfdə. Eləyəcək 25 və bunları mənfi 25 sağ tərəfə keçirdikdə müsbət 25 olur. Onda x minus 3-ün mötərizə kvadratı üstə gəlsin y plus 2-nin mötərizə kvadratı bərabərdir 5-in kvadratı alınır. Deməli, verilmiş tənliyə uyğun olan çevrənin radiusu 5-ə bərabərdir. Doğru cavab variantımız olacaq. Deməli, C variantı. Baxaq 13-cü suala. Bərabərsizliyi ödəyən NATO ədədlərdən ən böyük ilə ən kiçiyinin cəmini tapmağı bizdən tələb eləyir. Demək, A 79-dan kiçik deyil, 122-dən amma kiçikdir. Bu halda A-nın ala biləcəyi qiymətlər, deməli, 79 və 122 yarım intervalına daxildir. Ala biləcəyi ən kiçik qiymət 79, ala biləcəyi ən böyük qiymət isə 121 olacaq. Biz də 121 ilə 79-u toplamalıyıq. Cavabımız olacaq 200. Doğru cavab variantımız olur C variantı. Yəni şərtdə natural ədəd qeyd edir deyə biz bu bərabərsizliyi ödəyən ən böyük və ən kiçik natural ədədləri tapıb toplamış olduq. Baxırıq 14-cü çalışmaya. Düzbucaqlı üçbucağın katetləri 16 və 8 cm olarsa onun sahəsini tapmalıyıq. Düzbucaqlı üçbucağın sahəsini tapmaq üçün katetlər hasilinin yarısı düsturundan istifadə edəcəyik burada. O zaman 16-nı 8-ə vurub 2-yə bölməliyik. Bu da eləyəcək 64. Doğru cavabımız olacaq E variantı. Baxırıq 15-ci suala. Taxıl üyüdürəndə kütləsinin 5/3 hissəsi qədər un alınır. 480 kiloqram un almaq üçün nə qədər taxıl üyütmək lazımdır? Yəni, burada artıq un alınıb. Deməli, 5/3 hissəsi 480 olan ədədi tapmalıyıq. Bunun üçün 480-i 5/3-ə bölürük. Yəni, 480 vurulsun 3/5. Bu da ixtisar gedib 160 qalacaq. 160-ı da 5-ə vuranda edəcək 800 kiloqram. Deməli, doğru cavab variantımız olacaq A variantı. Baxırıq 16-cı çalışmaya. Uşağın 10 yaşı, atanın 31 yaşı var. Neçə il bundan əvvəl ata uşağından 4 dəfə böyük idi. Yəni, tutaq ki, x il əvvəl olub. X il əvvəl atanın olur 31 çıxılsın x yaşı. Övladınsa olur 10 minus x yaşı və ata uşağından 4 dəfə böyüksə demək, atanın yaşının uşağının yaşına böldükdə 4 düşməlidir. Bu halda 31 çıxılsın x bərabərdir 40 minus 4x yazarıq və 3x bərabərdir 9, x də bərabər 3 almış olarıq. Deməli, 3 il bundan öncə atanın yaşı övladının yaşından 4 dəfə böyük idi. Yəni, atanın 28, övladının isə 7 yaşı var imiş. Sonra baxırıq 17-ci suala. O nöqtəsi ABCD rombunun diaqonallarının kəsişmə nöqtəsidir. Demək, AO 6, BO da 8 olarsa rombun perimetrini tapaq. Deməli, biz bilirik ki, rombun diaqonalları perpendikulyardır. Deməli, rombun diaqonalları perpendikulyardır. O halda şəklimizi çəkək. Biz deməli Pifaqor teoremindən istifadə edərək OA-nı 6 verib, OA hissəsi, yəni bax bu hissədə bura 6-dır. BO isə 8-dir. 6-8 olsa biz bilirik ki, artıq bu düzbucaqlı üçbucağın hipotenuzu 10-a bərabərdir. Bizim buradakı düzbucaqlı üçbucağımızın hipotenuzu məhz rombun tərəfini verir. Demək, rombun tərəfi nəyə bərabər imiş? 10-a bərabər imiş. Perimetri də bərabərdir 4A düsturundan istifadə edərək cavabımızı 40 tapmış olarıq. Daha sonra baxaq 18-ci suala. M ədədinin standart şəkildə yazılışında 7 standart şəkildə yazılışında 7 olarsa 0,1 M ədədinin tərtibini tapmalıyıq. Burada çox güman ki, tərtibinin 7 olmasını nəzərdə tutur. 0,1 ədədinin tərtibini də tapmaq üçün belə baxaq məsələyə. Tutaq ki, M ədədi bərabərdir
A vurulsun 10 üstü 7-yə. Və biz 0-dan 1000-1 m ədədini yazırıqsa, 0-dan 1000-1-i biz 10 üstü -3 kimi yaza bilərik. O halda m bərabər olacaq. Bax 0-dan 1000-1 m bərabər olacaq. A vurulsun 10 üstü 7, vurulsun 10 üstü -3-ə və bu da A vurulsun 10 üstü 4 edəcək. Deməli, 0-dan 1000-1 m ədədinin tərtibi nəyə bərabər olacaq? Məhz 4-ə bərabər olmuş olacaq. Daha sonra 19-cu suala baxıram. A bölünsün 2 bərabərdir B bölünsün 4, həmçinin o da bərabərdir C bölünsün 6-dır. Buradan ABC hasilini 384 verib. Bizdən isə A, B və C ədədlərinin cəmini tapmağı tələb eləyir. Tutaq ki, bu nisbətin hamısı belə bir K ədədinə bərabərdir. O halda A bərabər 2K, B bərabərdir 4K, C də bərabərdir 6K olmuş olacaq və aparıb bu qiymətləri ABC hasilinin yerində yazsaq 2K vurulsun 4K vurulsun 6K bərabərdir 384 alarıq. 48 K'nın kubu bərabərdir 384. K kubu da bərabərdir 384-ü demək 48-ə böləndə 8 düşəcək. Kubu 8-ə bərabər olan ədəd 2-dir. Demək K'mız 2 olur. Və əgər K'mız 2-dirsə biz artıq A'nın, B'nin və C'nin qiymətlərini tapa bilərik. Belə çıxır ki A 4-dür, B 8-dir, C isə 12-dir. Və burada A üstəgəlsin B üstəgəlsin C cəmi isə 4 plus 8 plus 12 olacaq. Cavabımız olacaq 24. Baxırıq 20-ci suala. 5, 11, 11. Yəni yazaq şərti olduğu kimi 5, 11, 11. Daha sonra x, y, 16, 17 və 19. Natur ədədləri artan sıra ilə düzülüb. Bu sıranın medianı 14 olarsa x sıra y hasilinin ən böyük qiymətini tapaq. Biz bilirik ki, əgər ədədləri kiçikdən böyüyə doğru düzəndə tək saydadırlarsa, tən ortada dayanan ədəd median olur. Ancaq ədədlər cüt saydadırsa, ortada dayanan 2 ədədin ədədi ortası mediana bərabər olur. Belə çıxır ki, burada x-ən y-in cəminin yarısı bizə 14 verməlidir. X plus y bərabər olmalıdır 28-ə. Və bizə hasilin ən böyük qiymətini tapmağı tələb edir bizdən. Cəmi 28 olub, hasili ən böyük eləyən ədədlər bir-birinə maksimum dərəcədə yaxın olan ədədlərdir. Yəni biz elə bunları 14-14 götürə bilərik. Çünki bizə x-in və y-in fərqli şərtini verməyib. X-in y hasilinin də ən böyük qiyməti demək olacaq 14-ün kvadratı. Bu da eləyəcək 196. Baxaq 21-ci tapşırığa. 21-ci tapşırıqda isə oturacağı AC olan bərabəryanlı ABC üçbucağın çəkməyi tələb edir. İlk öncə şəkili çəkək və daha sonra verilən şərti şəkil üzərində işləyək. Deməli, bizə ABC üçbucağını verib, bərabəryanlı üçbucağımız. BD medianı çəkilmişdir. Biz bilirik ki, bərabəryanlı üçbucaqda median həm tənböləndir, həm də nədir? Hündürlükdür. Və ABC və ABD üçbucaqlarının perimetrləri uyğun olaraq 46 və 40 olarsa BD-nin uzunluğunu tapaq. Gəlin, tutaq ki, bunun yan tərəflərinə AA deyək. Oturacaqları isə M şəklində bölünsün. Mediana da bir fərqli bir L deyək, tutaq ki. Bizə deyir ki, ABC və ABD üçbucaqlarının perimetrləri uyğun olaraq 46 və 40-dır. Bizdən BD-nin uzunluğunu istəyir. Gəlin, perimetr ABC-ni tapaq. ABC-nin perimetri olacaq 2A üstəgəlsin 2M. Deməli, bu nəyə bərabərdir? Bu bərabərdir 46-ya. Buradan 2-ni ortaq vuruq kimi çıxardıb hər tərəfi 2-yə bölsək, A üstəgəlsin M bərabər olacaq 23-ə. Və daha sonra bizə deyir ki, ABD üçbucağının perimetri, bizim də həmin uzunluğu yazaq. ABD-nin perimetri olacaq A üstəgəlsin L, üstəgəlsin M. Bu da bərabərdir 40-dırsa, bizdən BD-nin uzunluğu istəyir, yəni L-i tapmağımızı istəyir. A ilə M cəmi neçədir? 23-dür. Biz gətirib burada 23-ü yerinə yazsaq, o halda L üstəgələ 23 bərabərdir 40 alarıq. L də bərabər olacaq 17-yə. Deməli, doğru cavabımız oldu 17. Növbəti suala baxırıq, 22-ci suala. 22-ci sualda 3 müxtəlif binanın
22-ci sual. Aha. 3 müxtəlif binanın hər birinin birinci mərtəbəsinin hündürlüyü 4 metr, digər mərtəbələrin hündürlüyü isə 3 metrə bərabərdir. Bu binaların hündürlüklərinin nisbəti 8, 11, 14 nisbətində olarsa, hündürlüklər cəmi 66 metrdir və bizdən hündürlüyü ən böyük olan binanın neçə mərtəbəli olduğunu soruşur. Biz əvvəlcə sualı başa düşməliyik ki, anlamalıyıq ki, nə demək istəyir. Bizdə verilən şərtdə 3 binadan söhbət gedir. Hər bir binanın birinci mərtəbəsinin hündürlüyü 4 metr, yerdə qalan hər mərtəbəsinin hündürlüyü isə 3 metrdir. Və 3 binanın hündürlükləri nisbətini və hündürlükləri cəmin verib. O zaman 8K üstə gəlsin 11K üstə gələk 14K bərabərdir 66 yazarıq. Və buradan hər bir binanın hündürlüyünü tapmış olarıq. Deməli, 33K bərabərdir 66, K da bərabərdir 2. Bizdən ən hündür mərtəbəli binanı soruşduğuna görə biz onun hündürlüyünü neçə tapırıq? 14 vurulsun 2 bərabər olacaq 28. Deməli, ən hündür mərtəbəli binamızın hündürlüyü 28 metrdir. Bunun birinci mərtəbəsi 4 metrdir deyə 28-dən 4 çıxıram. Qalır 24. Deməli, yerdə qalan mərtəbələrin cəmi, hündürlüklər cəmi 24-dür və hər mərtəbə 3 metr olduğundan 24 3-ə bölürəm, 8 düşür. Deməli, bunun 8 mərtəbəsi 3 metrdir. Birinci mərtəbəsi 4 metrdir. Toplam olaraq 8 üstə gəlsin 1, yəni 9 mərtəbəli bina imiş. Daha sonra baxırıq 23-cü suala. Alfabetdə qarşılıqlı bucaqlardır. Biz bilirik ki, qarşılıqlı bucaqlar bir-birinə bərabərdir. İlk olaraq bunu yazırıq. Alfanın dərəcə ölçüsünü 10% azaldıb. 10% azaltmaq, yəni alfadan 0,1 alfa çıxmaqdır. Yəni 0,9 alfa deməkdir. Aha, deyir alfanın dərəcə ölçüsünü 10% azaldıb. Betanınkini isə 60% artırsaq, 60% artırmaq 1,6-ya vurmaq deməkdir. Yəni o da olacaq 1,6 beta. Artılarsa qonşu bucaqlar alınır. Qonşu bucaqlar haqqında nə bilirik? Cəmləri 180 dərəcəyə bərabərdir. Biz axı alfa bərabərdir beta şərtini yazmışdıq. Burada gətirib alfanı beta ilə və yaxud da betanı alfa ilə əvəzləmiş olsaq, o zaman məsəl üçün betanı alfa ilə əvəzləyək. O halda 2,5 alfa bərabərdir 180 almış olacağıq. Alfa da bərabərdir 180, deməli bölünsün 2,5. 182,5-ə bölsək, deməli 60 düşəcək. Deməli alfa bərabər olacaq 60 dərəcəyə. Daha doğrusu yəni hesablayaq. %72 dərəcə alınacaq. Alfa bərabər 72 dərəcəyə və alfa 72 dərəcədirsə, axı bunlar qarşılıqlı bucaqlar. Demək beta da 72 dərəcədir. Onda alfa üstə gəlsin beta bərabər olacaq 144 dərəcəyə. Baxırıq növbəti suala, 24-cü suala. Deməli 24-cü sualda qeyd edilir ki, qutuda eyni formalı 16 ağ, 5 qara və həmçinin x sayda qırmızı kürə var. X də olsun qırmızı. Aha. Və bizə deyir ki, qutudan təsadüfi bir kürə çıxarılır. Çıxarılmış kürənin qırmızı olma ehtimalı 10/3-dür. Qırmızı kürəmiz nə qədərdir? X. Qırmızı kürənin sayını sürətə yazırıq. Ümumi olan kürələrin sayını isə məxrəcə. Ümumi olaraq 21 üstə gəl x qədər kürəmiz var və bərabərdir 10/3. Bu da qırmızı kürənin çıxma ehtimalı. Çarpaz vurub hesablasaq 10x bərabərdir 63 plus 3x-ə, 7x bərabərdir 63, x də bərabər 9 almış olarıq. Deməli 9 ədəd nə var imiş? Qırmızı kürə var imiş. Baxırıq 25-ci suala. Deməli ABC düzbucaqlı üçbucağını verib bizə şəkili çəkək. Aha. Bunu özümüz qeyd edəcəyik. Buradan qeyd edək ki, daha yaxşı görünsün.
Deməli, A, B, C düzbucaqlı üçbucağını verir. Daha sonra BC-ni 7,5 verib. BC 7,5'dir. AY 5 cm-dir. DY 3'dür. Və AD də nədir? 4'dür. Bu halda DC parçasının uzunluğunu istəyir. Məsələn, bu 90'dır. Tutaq ki, bu alfa bucağıdır və bu da betadır. Baxırıq ki, A bucağı beta olsa, B bucağı 90 olduğundan C bucağı da alfa olmalıdır. O halda biz belə bir oxşarlıq ala bilərik ki, AYD üçbucağı oxşardır. A, C, B üçbucağına. Bu halda biz AY'nin AC-yə nisbətən bərabər edərik. Məsələn, digər məlum olan tərəfləri götürək. YD ilə BC-ni götürə bilərik. YD-nin CB-yə nisbətinə. Və qiymətlərini gətirib yerinə yazırıq. AY nəyə bərabər idi? AY 5-ə bərabər idi. 5 bölünsün AC. AC-mizə 4 plus x-dir. Bərabərdir. YD-mizin uzunluğu olacaq 3 və CB-mizin uzunluğu olacaq 7,5. Bunun sürətə məxrəcini 10'a vurub vergüldən azad eləyərəm. Olar 75'də 30 və hesablayaq o zaman. 35 350 375 bərabərdir. 120 üstə gəlsə 32. Buradansa 32 bərabərdir 255 alınır. X də bərabərdir 255'i bölməliyik 30'a. X bərabər 8,5 alınır. Diqqətiniz üçün təşəkkür edirəm. Növbəti sınaq izahları üçün izləmədə qalmağı tövsiyə edirəm. Uğurlar. Növbəti izahlarda görüşənədək.